Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşamki nağılımız İtalyanların Ayı, Meymun və Donuz adlı hekayəsi olacaq. Piemont bir İtalyan əyalətidir. Bu bölgənin əhalisinin böyük hünər tələb edən bacarıqlarından biri də ayı oynatmaqdır. Günlərin bir günündə Piemont sakinlərindən biri meşədə ayı balası tutdu. Ayı kiçik olduğuna görə onu asanlıqla əhilləşdirdi. Musiqinin ritminə uyğun rəqs etməyi öyrətdi. Sonra da İtalyan şəhərlərini dolaşmağa, fleyta çalıb ayısını oynatmağa başladı. İşindən heç də narazı değildi. Çünki ayısı gözəl rəqs edir, özü gözəl fleyta çalır, insanlar da ortalığa qoyulmuş papağa bolluca pul atırdılar. Ayı da həyatından məmnun idi. Çünki vəhşi meşənin təhlükələrindən uzaq, aclıq dərdi çəkmədən sahibi ilə bərabər xoşbəxt həyat sürürdü. Ümumiyyətlə ayıların oynamaqdan xoşu gəlir, amma bu ayı oynamağı xüsusilə sevirdi. Gözəl rəqs etdiyinə görə insanlar da ona heyran qalırdılar. Bir dəfə yenə şəhərdə rəqs etdikdən sonra yaxınlıqda ona baxan bir meymunu gördü. Necə də gözəl rəqs etdim, meymun qardaş. Möhtəşəm idi, elə deyilmi? Mənə fikrini söyləyə bilərsənmi? Ayı soruşdu. Meymun üz-gözünü turşutdu. Düzü səndən qat-qat gözəl rəqs edənləri görmüşəm. İndi səndən başqaları haqqında soruşmuram. Mənim rəqsim yaxşı idi ya pis? Madam bu qədər israr edirsən, budur, söyləyirəm. Çox bərbad idi. Şam ağacının kötüyü kimisən. Rəqqas qıvraq olmalıdır. Onda sənin rəqsdən başın çıxmır. Ayı qəzəblə cavab verdi. İndiyə qədər gəzdiyim bütün şəhərlərdə insanlar məni alqışlayıb. Mən kəpənək uçuşu kimi qıvraq rəqs edirəm. Gözəl hərəkətlərimi seyr etmək hamının xoşuna gəlir. Meymun səsini çıxartmadı. Ayı ətrafına baxarkən birdən gözləri bayaqdan meymunla onun söhbətini dinləyən donuza sataşdı. Səncə necə idim? Əla idin. Bir sözlə mükəmməl idin. İnanmıram ki, ikinci bir heyvan belə rəqs etsin. Gördünmü? Ayı zövqlə meymuna səsləndi. Sonra bir ağacın kölgəsində oturub düşüncələrə daldı. Amma düşündükcə kefi pozulurdu. Donuz məni təriflədi, amma hamı donuzun necə axmaq heyvan olduğunu çox gözəl bilir. Meymun belə danışırsa da, onun müdriklüyü dillərə dastandır. Məncə sözləri xoşuma gəlməsə belə, meymunun səmimiliyinə inanmaq, yaltaq donuza inanmamaqdan daha yaxşıdır. Çünki ağıllının tənqidi axmağın tərifindən daha üstün, daha xeyirlidir. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.